Good afternoon, Good madam, afternoon. and thank you and for visiting our beloved Gobustan. Yeah, it is a fantastic place to visit. Yes, actually, I was kindly going to ask you about your feedback. What are your first impressions about Gobustan? It's fabulous, actually. It's very nice to visit, especially when it's our first time to visit here, and it's a must to visit. Mhm. Uh, what suggestions would you make? How could we make this place more interesting for tourists like yourself? Yeah, I think for us that would be it was great because our tour guide he can speak English fluently, and then I think for the other tour guide there should be another language because see if you can see there's a lot of different nationalities like Korean, other nationalities. So that would be great if you have other tour guide as well that can speak different languages. How would you rate your impressions from 1 to 5? 5 is the highest. Yes, 5, yeah, 5. 5. Yes. Thank you so much. You've been very kind. Thank you. Вы знаете, я прям в восторге, потому что вот эта красота, которая через века к нам дошла, это просто великолепно. И то, что это сохраняется в таком уникальном виде, вы молодцы, ребята, дай бог Гобустану много лет. האתר הזה שקוראים לו גובוסטן, אתר נפלא, מדהים, יש כאן את מכרה הגז עם הבוצי, מהמם ביופיו, יש כאן מערות עם הציורים, היסטוריה מהממת, שווה להגיע לכאן, מומלץ לבוא, ממש יפה, אנשים חמימים, אוהבים אתכם, יקבלו אתכם בברכה, ואני מכאן אומרת לכם תודה רבה. Thank you very much. Mən biraz acanlı olaraq Qobustan qoruğu kimi elə qoruqlarımız olduğu üçün fəxr edirəm. Açığı çox yaxşı qorunur. Yəni mən bura bir neçə dəfə artıq gəlirəm və hər dəfə təmiz şəraitlə, daha çox qorunma ilə və digər şeylərlə qarşılaşıram. Buna görə özümü çox yaxşı hiss edirəm ki, yəni belə qoruqlara çox bizim ölkədə önəm verilir, dəyər verilir və qorunur. Açığı bu qoruqda yəni demək olar ki, hər şey var. Yəni bir qoruğa aid ola biləcək, yəni səliqə, səhman və yaxud da ki, ayaqyolu olsun, hər cürə bir şərait var. Sadəcə görmək istəyərdik burada ən azından bir balaca bir restoran kimi olsun. Yəni gəldikdə düzdür biraz uzaqdır yol, yəni oturub çay içməyə və yaxud da ki, biraz fasilə etməyə çox yaxşı olar əgər bir şeylər olsa əgər gələcək üçün. Təbii ki, 5-dən 5 demək istəyərdim. Yəni sadəcə dediyim restoran falan belə, yəni sadəcə dincəlməyə bir yer, məkan olsa 5'ten 5 olar. 5'ten 4 kimi qiymətləndirmək istəyərəm. Ve burası zamanla yerleşim yeri haline gelmiş ve hala da biz bunların izlerini burada görebiliyoruz. Muhteşem bir şey, büyük bir miras. 你觉得哥布斯坦怎么样？就是分享一下你的。因为刚到哥布斯坦，然后我觉得它这边很自然，然后石头也很让我有兴趣，岩画也很好看。 Tərcümə edeyim. O deyir ki, mən bura gəldim və bura təbiidir, gözəllikləri çox xoşuma gəldi, qədim yerdir. Mənə çox maraqlı gəlir, çox gözəldir. Soruşa bilərsiniz zəhmət olmasa, burada nələri görmək istəyirlər? Yəni bu yeri daha maraqlı və turistlər üçün daha maraqlı etmək üçün hansı addımların atılmasına ehtiyac var? 他问我们，就说对于你一个外国游客来说，你觉得他们在这里搞什么样的东西，加什么东西，你们觉得会更好玩、更有意思？自然的东西应该被保护了以后，我觉得更好，然后不是破坏啊，我只是这样理解。 Mən düşünürəm ki, təbii şeylər və qədimdən qalma şeylər, təbii şeylər bunlar qorunsa daha maraqlı olarlar. Açıq hava altında pis görünürlər. Teşekkür ederim. Çok sağ olun vaxtınız için.